Baş bürcü 12 Mart 2026-cı il. Bugün asan günlərdən deyil. Yolunuzda gözlənilmədən maneələr yarana bilər və məşğul olmağı planlaşdırdığınız işlərə təcili həll tələb edən yeni məsələlər də əlavə oluna bilər. Başqası belə vəziyyətdə çaşa və hətta ümidsizliyə qapıla bilərdi. Amma siz soyuqqanlılığınızı və müsbət əhvalınızı qoruyacaqsınız. Öz gücünüzə inam çox vacibdir. Ona görə də qazandığınız əvvəlki qələbələri və parlaq şəkildə ötəsindən gələcəyiniz çətin işləri özünüzə tez-tez xatırladın. Gənc qoçlar üçün günün birinci yarısı biraz darıxdırıcı keçə bilər. Bu vaxt səliqə və detallara diqqət tələb edən, fantaziyanı sərbəst göstərməyə imkan verməyən işlərlə məşğul olmaq lazım gələcək. Amma bir neçə saat sonra yaradıcılıq potensialınızı göstərmək, yeni və maraqlı bir işə başlamaq imkanı yaranacaq. Buğa bürcü 12 Mart 2026-cı il. Bugün tələsməyi sevməyən, hər addımını diqqətlə düşünüb atanların xoşuna gələcək. Uzaq görən olun, gələn məlumatları diqqətlə yoxlayın. Hətta məsləhəti köhnə tanışlar versə belə, onlara kör-körənə arxalanmayın. Bugün sizdən şəxsi qərarlar tələb olunacaq və onları ən yaxşısını intuisiyanıza qulaq asaraq verməkdir. Təkcə öz təcrübənizə yox, başqasının təcrübəsinə də söykənmək olar. Amma vəziyyəti obyektiv qiymətləndirdiyinizə və kimsənin sizi aldatmadığına əmin olmaq vacibdir. Həmkarlar və rəhbərliklə ünsiyyət səbir tələb edəcək. Sizi ilk baxışdan başa düşəndə hər şey xoş olur. Amma bugün o günlərdən deyil. Ona görə də aydın görünən şeyi izah etməyə və eyni suallara bir neçə dəfə cavab verməyə hazır olun. Əkizlər bürcü 12 Mart 2026-cı il. Çox məhsuldar gündür. Bugün xüsusilə uğurlu olan hətta əkizlərin özü yox, onların kömək edəcəyi insanlar olacaq. Bürc nümayəndələri köməyə ehtiyacı olanlara yox deməyəcək. Başqalarının işini həvəslə öz üzərinə götürəcək. Səhv edib çətin vəziyyətə düşənləri çıxarmağa çalışacaqlar. Bəli bir müddət şəxsi maraqlar arxa plana keçəcək. Bu ciddi problemlərə səbəb olmasa da, bəzi əkizlər başqalarının qayğısına həddindən artıq aludə olub öz tapşırıqlarını unutduğunu görəndə narahat vəziyyətə düşə bilərlər. Bugün təhsil üçün pis gün deyil. Əvvəllər çətin görünən mövzunu tez başa düşməyiniz mümkündür. İlk uğurlar təvəzzökar olsa belə sizə inam verəcək və irəli getmək xeyli asanlaşacaq. Ola bilsin ki, təcrübəli müəllimlər və ya yol göstərən insanlar tapacaqsınız və onlarla tezliklə dostlaşacaqsınız. Xərçəng bürcü 12 Mart 2026-cı il. Qəti addım atmazdan və ya vacib bir işə başlamazdan əvvəl 2 dəfə düşünün. Bugün sizdən cəsarətdən çox uzaq görənlik tələb olunur. Bu ilk növbədə işə fokuslanın. Peşəkar mövqelərini möhkəmləndirmək və ya karyera pilləsinə yüksəlmək istəyən xərçənglərə aiddir. Bugün ətrafınızda şübhəli insanlar həddindən artıq çox olacaq. Çox da uzaq olmayan keçmişdə sizə zərər vurmuş və indi günahını yumağa çalışan biri yenidən etibar qazanmağa cəhd göstərə bilər. Başqalarının vədlərinə şübhə ilə yanaşmaq, xüsusilə də həddindən artıq cəlbedici görünən təklifləri tənqidi qiymətləndirmək daha yaxşıdır. Kimsənin sizi yanıltmağa çalışması riski var. Şir bürcü 12 Mart 2026-cı il. Asan olmayacaq, amma darıxdırıcı da keçməyəcək. Bugün bir çox şirlərin nəyə qadir olduğunu göstərmək şansı yaranacaq və bunu qaçırmamaq vacibdir. Diqqəti özünüzə çəkməkdən, nailiyyətləriniz və qazandığınız uğurlar haqqında ətraflı danışmaqdan çəkinməyin. Ola bilər ki, məhz ağıllı şəkildə özünü təqdim etməyiniz sayəsində yeni müttəfiqlər və işgüzar tərəfdaşlar tapasınız. Nüfuzlu şəxslərin dəstəyini qazanasınız. Həmkarlar və rəhbərliklə münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Mübahisə səbəbləri əvvəlkindən xeyli az olacaq. Özünüzə qarşı hörmət və dəyər verildiyini hiss edəcəksiniz. Təşəbbüs göstərmək, yeni təkliflər vermək olar. Bir çox ideyanız dəstək alacaq. Qız bürcü 12 Mart 2026-cı il. İntuisiya sizə nə baş verməsindən asılı olmayaraq sakit qalmağın lazım olduğunu söyləyəcək. O tamamilə haqlı olacaq. Sadəcə bunu etmək asan olmayacaq. Çünki gün sizə xeyli narahatlıq və həyəcan səbəbi gətirəcək. Nələrsə plan üzrə getməyə bilər. Bəzi qızlar öz işlərini kənara qoyub başqalarının problemlərini həll etməli olacaqlar. Tanışlardan kiməsə kömək etmək, istəyinizlə bağlı planlaşdırılmamış xərclər də mümkündür. İşgüzar baxımdan gün o qədər də pis deyil. Sadəcə səbir toplamaq lazımdır. Çünki hər şey istədiyiniz qədər tez alınmayacaq. Çox vacib bir işə girişirsinizsə, yalnız öz gücünüzə arxalanmağa çalışın. Çünki hətta etibarlı müttəfiqlər belə bugün hansısa məsələdə sizi yarı yolda qoya bilərlər. Amma ağıllı, ehtiyat göstərsəniz və həddindən artıq çox şey gözləməsəniz, ciddi çətinliklərdən qaçmaq mümkün olacaq. Tərəzi bürcü
12 Mart 2026-cı il. Günün birinci yarısına mümkün qədər çox iş görməyə çalışın. Məhz bu vaxt müsbət tendensiyaların təsiri xüsusilə güclü olacaq. Bundan istifadə edib vacib iş məsələlərini həll etmək, maliyyə mövzuları yoluna qoymaq olar. İşgüzar görüşlər yaxşı keçəcək. Kifayət qədər nüfuzlu insanlarla ortaq addımlar barədə razılığa gəlmə imkanı yaranacaq. Burada cazibəniz az rol oynamayacaq. Məhz onun sayəsində adətən işdə çox ehtiyatlı davranan və əməkdaşlığa çətin razılaşan insanların etibarını qazanacaqsınız. Peşəkar və şəxsi münasibətləri qarışdırmaq arzu olunmur. Bugün həmkarlarla flört etmək və ya köhnə dostlarla yaxud sevdiyiniz insanla birlikdə hansısa biznes layihəsinə başlamaq üçün ən yaxşı gün deyil. Həmçinin dedikodu üçün səbəb verməmək vacibdir. Bu xüsusən böyük şirkətlərdə işləyən, adətən sərbəst atmosferdə çalışan tərəzilərə aiddir. Əqrəb bürcü 12 Mart 2026-cı il. Hər şey pis getməyəcək. Yetər ki, siz özünüz təsadüfən həm özünüzə, həm də başqalarına problem yaratmayasınız. Amma bütün əqrəblər dərhal düzgün davranış xəttini seçə bilməyəcəklər. Bürc nümayəndələrinin bir çoxu həddindən artıq emosional olacaq. Ani istəklərinə qarşı dura bilməyəcək və ya vaxtında sağlam düşüncənin səsinə qulaq asmayacaqlar. Özünüzdən əmin deyilsinizsə, qeyri-müəyyən vəziyyətdə kimdən məsləhət ala biləcəyinizi düşünün. Yanınızda həm dostlar, həm də etibarlı tərəfdaşlar, həm də sınanmış müttəfiqlər olacaq. Ona görə də ortaya çıxan çətinliklərin öhdəsindən mütləq tək gəlmək məcburiyyətində deyilsiniz. Pul məsələsində tələsməməyə çalışın. Bu, təkcə alış-verişə yox, həm də sizə əlavə iş götürüb, gəliri artırmaq və ya hansısa biznes layihəsinə qoşulmaq təklifi olunanda da aiddir. Bugün tez və asan zənginləşmək çətin görünür və kimsə sizə məhz bunu vəd edirsə, razılaşmaq yox, ehtiyatlanmaq daha düzgündür. Ox atan bürcü 12 Mart 2026-cı il. Əgər çoxdan işlərdə qayda yaratmaq, bəzi bürokratik məsələləri həll etmək, yığılıb qalan xırda tapşırıqları başa çatdırmaq istəyirdinizsə, indi bunun tam vaxtıdır. Böyük ehtimalla heç bir ciddi çətinlik yaranmayacaq. Bir çox şey düşündüyünüzdən də tez alınacaq. Ümumilikdə iş baxımından gün kifayət qədər əlverişlidir. Ən nəzərə çarpan peşəkar uğurları müstəqil hərəkət edən, nə kömək, nə məsləhət, nə də təsdiq gözləməyən ox atanlar qazanacaqlar. Amma işlə bağlı olmayan, faydalı bir işlə məşğulsunuzsa, müttəfiq axtarmaq olar. Onların dəstəyi artıq olmaz. Ətrafdakılarla dil tapmaq sizə asan gələcək. Hətta adətən biraz uzaq duran və ünsiyyətə könülsüz gedən insanlarla söhbət belə xoş olacaq. Köhnə tanışlar özlərini xatırlada bilərlər və onlarla danışmaq imkanı sizi çox sevindirəcək. Gün romantik münasibətlər baxımından da əlverişlidir. Burada ulduzlar yeni tanışlıqlara açıq olan ox atanlara xoş sürprizlər vəd edir. Oğlaq bürcü 12 Mart 2026-cı il. Diplomatik qabiliyyətlərinizi göstərməyin vaxtıdır. Məhz onların sayəsində bugün heç kiminlə ciddi mübahisə etməyəcək, nüfuzlu insanlarla ortaq hərəkətlər barədə razılığa gələ və yeni tanışlar üzərində xoş təəssürat yarada biləcəksiniz. Ünsiyyət hər zaman xoş olmayacaq. Amma siz mənfi emosiyaların öhdəsindən gələcək, onların qərarlarınıza və davranışlarınıza təsir etməsinə imkan verməyəcəksiniz. Maliyyə ilə bağlı hər sahədə uzaq görən olmaq sizi boş xərclərdən və şübhəli sərmayələrdən qoruyacaq. İşgüzar tərəfdaşlar, həmkarlar və rəhbərlik ilə planları müzakirə etmək olar. Onlarla ideyalarınızı bölüşmək faydalı olacaq. Faydalı məsləhətlər və ya sizi çətinlikdən qoruyacaq xəbərdarlıqlar almaq şansı var. Amma işlə bağlı vədlər vermək arzu olunmur. Əvvəlcə vəziyyəti diqqətlə öyrənin. Sonra üzərinizə ciddi öhdəlik götürün. Dolça bürcü 12 Mart 2026-cı il. Vacib işləri uzun müddət təxirət almaq lazım deyil. Günün birinci yarısı onlar üçün ikinci yarıdan qat-qat uyğundur. Eyni söz ciddi söhbətlərə də aiddir. Onlara nə qədər tez başlasanız, lazım olan sözləri və inandırıcı argumentləri tapmaq bir o qədər asan olacaq. Bəzi dolçalar səhər ilə müttəfiqlər tapacaqlar ki, onların dəstəyi sonradan dəfələrlə işə yarayacaq. Bu vaxt xoş tanışlıqlar da mümkündür. Siz təşəbbüs göstərsəniz, onlardan biri dostluq və ya romantik münasibətin başlanğıcı ola bilər. Günün ikinci yarısı daha çətin keçəcək. Uğursuz təsadüf və ya xoşagəlməz hadisə səbəbindən əhvalınız korlana bilər. Bəzi bürc nümayəndələri yorğunluq hiss edib planlaşdırdıqları işləri təxirə salmaq istəyəcəklər. Üstəlik fikir ayrılıqları və mübahisələr də mümkündür. Onlar tamamilə xırda şeylərdən yarana bilər. Balıqlar bürcü
12 Mart 2026-cı il. Gün ciddi problemlər gətirməyəcək, amma siz hətta xırda hadisələrə görə də həddindən artıq narahat ola bilərsiniz. Bəzi balıqlar təsadüfi bir uğursuzluq üzündən əvvəllər verdikləri qərarların düzgünlüyü barədə düşünməyə başlayacaqlar. Belə bürc nümayəndələri yanında onları dəstəkləyən bir insan olmazsa, özünə inamlarını tamamilə itirə bilərlər. Bununla belə bugün balıqları yaxşı xəbərlər də gözləyir. Çox güman ki, bu xəbərlər iş və ümumilikdə peşəkar sahə ilə bağlı olacaq. Ola bilər ki, yaxın vaxtlarda gəlirlərinizin artacağı və ya vəzifə yüksəlişinin uzaqda olmadığı aydınlaşsın. Rəhbərlik nailiyyətlərinizə diqqət yetirəcək. Maddi mükafat dərhal gəlməsə belə, yaxın zamanda bunu gözləmək olar.